Dostlar, hər vaxtınız xeyir olsun. İsmin halları mövzusu ilə davam edirik. Nəzərinizə çatdırım ki, bu izahlar abituriyentlər üçündür. Yəni burada müəllimlərin işə qəbul imtahanında düşən bəzi şərtini çətin başa düşdüyümüz suallar və yaxud onların cavabları yoxdur. Olmaya bilər yəni ki. Bu o abituriyentlər üçündür ki, onlar hazırlaşmağa yeni başlayırlar. Bu mövzular haqqında yeni məlumat almaq istəyirlər. Sadə dildə, ən primitiv şəkildə izah eləməyə çalışıram ki, daha dərin məsələləri demirəm. Onlar üçün də yəqin ki, nə vaxtsa bir video çəkməyə hazırlaşacağam ki, daha dərin məsələləri izah edeyim. Amma hal-hazırda ən xırda detalları, ən vacib detalları daha doğrusu deməyə çalışıram ki, abituriyentlər başlanğıc üçün bu videolarda baxıb faydalana bilsinlər. Adlı halı izah eləmişəm. İndi yiyəlik halı izah eləməyə çalışıram. Yiyə sözü bilirsiniz nədir? Yiyə sahib deməkdir, sahib. Yiyəlik sahiblik deməkdir. Yeri gəlmişkən yiyəlik mücərrəd mənalı isimdir. Yiyəlik hal, yiyəlik sahiblik anlayışı bildirir, bildiyimiz kimi. Yiyəlik halın şəkilçisi var. 4 cür yazılan ön şəkilçisidir. Yeri gəlmişkən ön şəkilçisi Azərbaycan dilində ən çox işlənmə məqamı olan şəkilçidir, ən çox homonimliyi olan şəkilçidir. Bu barədə də bir dəfə ayrıca danışarıq. Təkcə ilə ismin özündə 3 yerdə işlənir. Feildən ism düzəldən leksik şəkilçidir. Hal şəkilçisidir, yiyəlik halın şəkilçisidir. Bir də ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisidir. Sual əvəzliyi də ilə yiyəlik halın şəkilçisini qəbul edərək kimin, nəyin, haranın şəklində formalaşır. Bir də yiyəlik hal müəyyənlik və qeyri-müəyyənlik bildirdikdə, daha doğrusu qeyri-müəyyənlik bildirdikdə nə sualına cavab verir. Konkretlik və ümumillik bildirməsinə görə müəyyənlik və qeyri-müəyyənlik bildirir. Bu nə deməkdir? Buna biraz aydınlıq gətirim. Bax, məsələn, ümumilik bildirmək nə demək? Məsələn, biz deyirik ki, pəncərə şüşəsi. Məsələn, məktəb direktoru. Kitab cildi. Bu tipdə deyirik. Burada pəncərə şüşəsi dedikdə pəncərə üçün nəzərdə tutulmuş şüşə anlaşılır və yaxud məktəb direktoru dedikdə bir vəzifə adı və yaxud kitab cildi dedikdə ümumilikdə kitab üçün nəzərdə tutulmuş cild anlaşılır. Amma məktəbin direktoru dedikdə daha konkretləşir. Ondan sonra pəncərənin şüşəsi dedikdə daha konkretləşir məna. Və yaxud kitabın cildi dedikdə hər hansı nəzərdə tutulmuş bir kitab anlaşılır. Ona görə də konkretlik və ümumilik bildirir. Ümumilik bildirəndə qeyri-müəyyən olur, konkretlik bildirəndə müəyyənlik. Müəyyən yiyəlik hal. Hələ ki, müəyyən yiyəlik haldan danışırıq. Əşyanı konkret şəkildə ifadə edir. Yuxarıda qeyd etdiyimiz kimi. Şəkilçini sözün üzərində görürük. Ən önəmli məsələ budur. Özündən sonra mənsubiyyət şəkilçili söz gəlir. Məsələn, tutaq ki, deyirik, kitabın az yer aparsın deyə yazıraq cildi. Kitabın cildi. Görsən, mənsubiyyət şəkilçili, yiyəlik hallı söz budur, mənsubiyyət şəkilçili söz də var. Demək, müəyyən yiyəlik hallı sözlə mənsubiyyət şəkilçili sözün arasına başqa sözlər də əlavə etmək olur. Burada da yiyəlik hallı söz və mənsubiyyət şəkilçili söz. Arasına söz daxil eləmişik. Buradan 2 mərtəbəli yeni təmir olunmuş məktəbin binası, məktəbin 2 mərtəbəli yeni təmir olunmuş binası. Görsən, arasına söz daxil eləmək. Müəyyən yiyəlik hallı söz, mənsubiyyət şəkilçili sözlə birlikdə bütün cümlə üzvləri yerində işlənə bilir. Yəni, mübtəda olur, xəbər olur, tamamlıq, təyin və zərflik olur. Məsələn, tutaq ki, deyərik ki, məktəbin binası təzədir, təzədir xəbər. Nə? Məktəbin binası. Mübtəda. Məktəbin binasını gördük. Haranı gördük? Nəyi gördük? Məktəbin binasını. Tamamlıq. Ondan sonra bu məktəbin binasıdır, xəbər. Ondan sonra məktəbin binasında
gözləyirik yer zərfliyi. Bir də deyirik məktəbin direktoru, məsələn, tutaq ki, Əli müəllim bizi çağırdı, hansı Əli müəllim məktəbin direktoru. Yəni bütün cümlə özləri yerində işlənə bilir. Sonra təmizləyirik. Yerlik halına yenə davam edirik. Demək şey. 6-cı xüsusiyyət. Müəyyən yerlik hallı söz təklikdə yalnız xəbər ola bilir. Xəbər ola bilir. Bu nə cür baş verir? Bax, məsələn, biz demişdik, yaxı, müəyyənlik bildirən yerlik hallı sözdən sonra mənsubiyyət şəkilçili söz gəlir. Burada da yazdım. Bax, bu kitab Fəridin kitabıdır. Fəridin kitabıdır ifadəsində kitabıdır sözünü götürsək, burada xəbərli şəkilçisini gətirərik yerlik hallı sözünün üstünə, deyərik ki, bu kitab Fəridindir. Bu zaman biz təkrarçılığın qarşısını alarıq. Təkrar eləməliyik bir söz, cümlədə eyni sözü. Həm də yerlik hallı söz təklikdə cümlənin xəbəri olar. Müəyyənlik bildirən yerlik hallı söz dəyişən feillərlə əlaqələnə bilmir. Dəyişən feillər bilirsiniz ki, əmr, xəbər, lazım, arzu, vacib, şərt şəklində olan feillərdir. Amma yerlik hallı söz məsdərlə bir də feili sifətlə əlaqələnə bilər. Məsələn, nümunə yazsaq, məsələn, deyərik ki, Fəridin oxumağı. Fəridin oxumağı, Fəridin yerlik hallı sözü oxumağı məsdərdir. Bir də deyirəm ki, sinfin oxuyanları. Sinfin oxuyanları, bu da görsən, sinfin sözü yerlik hallı sözdür, oxuyanlar da feili sifətdir. Demək, yerlik hallı söz dəyişməyən feillərlə ifadə oluna bilər, daha doğrusu əlaqələnə bilər, amma dəyişən feillərlə əlaqələnə bilməz. Təmizləyirik bu hissəni. Keçirik indi qeyri-müəyyənlik bildirən yerlik hala. Qeyri-müəyyənlik bildirən yerlik hal qeyd elədiyimiz kimi sualı nə sualıdır? Əşyanı ümumi şəkildə ifadə edir. Bayaq demişdik, pəncərə şüşəsi, məktəb direktoru və s. Özündən sonra üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş söz tələb eləyir. O söz özündən sonra o sözlə əlaqələnir ki, həmin söz üçüncü şəxsin təkinin və ya cəminin mənsubiyyət şəkilçisini qəbul etmiş olsun. Məsələn, tutaq ki, burada yazırıq. Kitab cildi. Gördünüz bu şəkildə. Kitab cildi. Kitab sözü qeyri-müəyyənlik bildirən yerlik haldadır. Qeyri-müəyyən yerlik hallı sözlə mənsubiyyət şəkilçili sözün arasına söz daxil etmək olmur. Bu da maraqlı faktlardan biridir. Bax, dağ havası, pəncərə şüşəsi. Görsən, cəhd eləsək ki, bura nəsə bir söz artıra bilməyəcək. İstisna hallar var. Su təsərrüfatı birliyi, park çalğı alətləri, belə istisnalar var. Amma sizə deyim ki, mürəkkəb adlar ki var, bilirsiniz, mürəkkəb adlar söz birləşməsi şəklində olur. O mürəkkəb adların da bir çoxu elə bax bu şəkildədir. Məsələn, tutaq ki, Bakı Dövlət Universiteti desək, orada Bakı və dövlət sözləri qeyri-müəyyənlik bildirən yerlik haldadır. Sonra, qeyri-müəyyən yerlik hallı söz mənsubiyyət şəkilçili sözlə birlikdə bütün cümlə üzvləri yerində işlənə bilir. İnşallah bu da bir mövzudur. İzah eləyərik. Mübtəda, xəbər, tamamlıq, təyin, zərflik hər biri olur. Məsələn, deyirik ki, dərs vəsaiti təzədir. Nə təzədir dərs vəsaiti? Mən dərs vəsaitini aldım. Tamamlıq. Ondan sonra sinif rəhbəri Əhməd müəllim bizi qarşıladı. Hansı sinif rəhbəri? Hansı Əhməd müəllim? Sinif rəhbəri Əhməd müəllim, orada sinif rəhbəri təyindir. O sinif rəhbəridir. Xəbərdir. Bir də deyirik ki,
müharibə illərində aclıq idi. Aclıq idi xəbər nə vaxt müharibə illərində. Belə bu şəkildə olub, kifayət şəkildə dedim. Yadınızda saxlamağa çalışarsınız. Qeyri-müəllif bildirən yəlik adlı söz təklikdə heç bir cümlə üzvü ola bilmir. Yəni o həmişə özündən sonraki mənsubiyyət şəkilçili sözlə birlikdə cümlə üzvü ola bilir, onunla birlikdə suala cavab verir və s. Təklikdə isə həmişə hansı suala cavab verəcək, nə sualına. Qeyri-müəyyən yerlik adlı söz yalnız mənsubiyyət şəkilçili sözlə əlaqələnir, dəyişən feillə heç cür əlaqələnmir. Belə bu şəkildə. Bir də ümumiyyətlə qeyri-müəyyən hallar insan anlayışı bildirəndə də nə sualına cavab verir. Məsələn, tutaq ki, müəllim sözü əslində kim sualına cavab verir, düzdürmü? Müəllim. Müəllim kim? Müəllim. İndi biz bu müəllim sözündən sonra bir də mənsubiyyət şəkilçili sözü işlətsək. Məsələn, deyirik ki, müəllim sənəti. Orada müəllim sözü başlayacaq nə sualına cavab verməyə. Nə sənəti? Müəllim sənəti. Ona görə qeyri-müəyyən hallar həmişə nə sualına cavab verir. Yerlik hal haqqında bu qədər.